Tofiq Bəhramov adına Respublika stadionunu hərbi əsirlərin tikdiyini bilirdinizmi? Tikintisinə 1939-cu ildə başlanmış bu nəhəng layihə 2-ci Dünya müharibəsi səbəbindən illərlə yarımçıq qalıb. Sonrakı mərhələdə isə işlərə Alman hərbi əsirlər cəlb olunub. Stadionun memarlıq həlli də öz dövrü üçün olduqca diqqət çəkən idi. Tikili Stalinin adının ilk hərfi olan Kiril əlifbasının S hərfi formasında layihələndirilib. Açılış gününə 8000-dən çox idmançı, dövlət rəsmiləri və müxtəlif respublikalardan nümayəndələr qatılıb. Bayrağı qaldıran ilk idmançılar Rəşid Məmmədbəyov və Züleyxa Hacıyeva həmin günün simasına çevriliblər. Stadionda vurulan ilk qolun müəllifi isə əfsanəvi futbolçu Ələkbər Məmmədov olub. 1990-cı illərdə görkəmli hakim Tofiq Bəhramovun vəfatından sonra stadion onun adını daşımağa başlayıb. 2012-ci ildə isə Tofiq Bəhramov adına Respublika stadionu yenidən qurularaq müasir Bakının ən böyük arenalarından biri olub.